Amerika Birləşmiş Ştatlarının prezidenti 2 həftəlik atəşkəsə razılaşıb, lakin bunun şərti İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razı olmasıdır. Donald Trump bildirib ki, bu iki tərəfli atəşkəs olacaq. Onun sözlərinə görə ABŞ İran tərəfindən 10 bəndlik təklif alıb və bu faktiki olaraq danışıqlar üçün əsas yaradır. İranda öz növbəsində əgər ona qarşı hücumlar dayandırılarsa atəşkəsə razıdır. İranın Xarici İşlər Nazirinin sözlərinə görə 2 həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq. Lakin bu İranın silahlı qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə İran tərəfinin məlumatına görə cümə günündən etibarən Pakistanın paytaxtı İslamabad şəhərində Amerika tərəfi ilə danışıqlar başlayacaq. Lakin İranın Milli Təhlükəsizlik Ali Şurasının yaydığı bəyanatda vurğulanır ki, bu müharibənin başa çatması demək deyil ki, qarşı tərəfin ən kiçik səhvinə belə adekvat cavab veriləcək. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres bildirib ki, bütöv bir xalqın və ya sivilizasiyanın siyasi və hərbi qərarların nəticələri ilə üzləşə biləcəyinə işarə edən bəyanat dərin narahatlıq doğurur. Onun sözlərinə görə dünya liderləri hələ də məhv əvəzinə dialoqu seçə bilərlər və bu seçim məhz indi edilməlidir. Qrantlar haqqında qanuna təklif olunan dəyişiklikləri bugün Hüquqi Məsələlər Komitəsi birinci oxunuşda müzakirə edəcək. Layihəyə əsasən Gürcüstanda akreditə olunmuş diplomatik nümayəndəlik, konsulluq idarəsi və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən ayrılan vəsaitlər, əgər xarici dövlət hakimiyyətinin və ya xarici siyasi partiyanın maraqlarından irəli gələn fəaliyyətə yönələrsə və ya yönələ bilərsə, qrant hesab olunmayacaq. Komitə sədri bildirib ki, diplomatik fəaliyyətdə heç nə dəyişmir, sadəcə hər hansı anlaşmazlığın qarşısını almaq üçün məsələ qanunvericilik səviyyəsində daha dəqiq göstərilir. Dəyişikliklər parlamentə sürətləndirilmiş qaydada müzakirə olunacaq. Xarici Əlaqələr Komitəsi isə bugün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanuna planlaşdırılan dəyişiklikləri müzakirə edəcək. Təşəbbüsə əsasən C5 kateqoriyalı ordinarlı viza tətbiq olunur. Bu viza Gürcüstanda qısa müddətli əsasən turizm məqsədi ilə gələn, eyni zamanda yalnız qeyri-rezident şəxsin xeyrinə fəaliyyət göstərmək hüququ olan şəxslərə veriləcək. Dəyişikliklərə əsasən bu viza həmin şəxsin həyat yoldaşına və azyaşlı övladlarına da şamil olunacaq. Vizanın baxılması üçün rüsum isə minimum 20 maksimum 500 ABŞ dolları məbləğində müəyyən ediləcək. Qori Bələdiyyəsinin Rexi kəndində yerləşən uşaq bağçasının binası tam şəkildə əsaslı təmir olunur. Layihə çərçivəsində bina tam yenilənəcək, həmçinin həyəti də abadlaşdırılacaq. İşlərin ümumi dəyəri yarım milyon liraya yaxındır. Maliyyələşmə regionların inkişaf fondu və yerli büdcə hesabına həyata keçirilir. Ambrolauridə məişət qalıqlarının daşınma məntəqəsində yaşıllaşdırma kampaniyası keçirilib. 100 sərf tingi əkilib. Kampaniyada müvafiq qurumların nümayəndələri iştirak edib. 2005-ci ildən fəaliyyət göstərən köhnə poligonun bağlanmasına hazırlıq başlayıb. Şəhərdən 2 kilometr aralıda yerləşən obyektin istismar müddəti başa çatıb.